Herkese salam, yeni bir video ile karşınızdayım. Bugünkü videomuz biraz hüzünlü olacaq. Təəssüf ki, bu 2-3 gündür rəhmətə gedən Elgün haqqında olacaq. Bu videonu paylaştırın ki, Elgün üçün susmayın. Allah Elgünə də rəhmət eləsin. Bilirsiniz, Elgün 11-ci sinif tələbəsi idi, imtahana hazırlaşırdı. Yəni oxuyan bir Azərbaycanlı tələbəsi idi, qardaşımız idi. Amma heyif ki, başına pis bir hadisə gəldi. Vəhşicəsinə qətlə yetirilib. Yəqin ki, bunu eləyən hələ dəqiq deyil. Tapılsa inşallah layiqincə cəzasını alar. Allah Elgün ailəsinə səbir versin. Məkanda cənnət eləsin. Gəlin ətraflı videonu da izləyək ki, daha dəqiq biləsiniz. Başı yoxdur uşağın. Başı tikə-tikə, tanınmaz halda, gözü yerdəymir. Ciyarı partlayıb, ağciyarı, qaraciyarı, qavrğaları qırıq-qırıq. Gəncədə küçədə döyülən 18 yaşlı Elgün İbrahimov xəstəxanada vəfat edib. O 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. Axşamüstü evdə idim, telefonum zəng elədi, götdüm bacım. Rəhmət kimi zəng hal-əhval. Ağlaya-ağlaya deyib ki, bəs Elgünün başına iş gəlibdi. Tez gəl 3 nömrəli xəstəxanaya indilər. Nə olubdu, dedi, heç nə bilmirik. Gəldik bura, hamımız burada polis nəfərləri, xeylam. Ona müraciət elədik, buna dedilər, vallahi biz də heç nə bilmirik. Həkimlərdən icazə aldıq, girdik uşağın yanına, uşağı vəhşicəsinə. Yanı döyülübmü bilmirəm, nədirsə də bu insan işi deyil. Ya döyüblərsə də bunu dəmirlə döyüblər, kuvahla döyüblər, amansızcasına, vəhşicəsinə. Axırında sözdə elə soruşublar adın nədir? Deyib ki, Elgün elə uşaq universitetə hazırlaşırdı. Bizim ümidimiz idi. İmtahanın birini vermişdi. O gün anası zəng elib, dayılarım, muştuluğumu verir. Sevincimizdən yerə göyə sığmırdıq. Hazırlıqlara gedirlər, rəqsə gedirlər, Rus məktəbinin səliqəli giyinən keçinə elə bir ətrafı kuruğu da özümüz də şəhərdə imkan verməzdik də. Davakür uşaq deyil, biraz zəif uşaq idi. Bu anda oxumağa da meyilli, çox savadlı uşaq idi. Peşə məktəbinin axranası gecə saat 11-in yarısında zaten belə axrana ərazini gəzirmiş işıqla. Görüb ki, səs gəlir, inilti səsi gəlir. Baxıb ki, kimsə səsi gəlir. Onlar da polisə zəng gəlib, psikolojiyaya zəng gəlib aparıblar. Təbibdən bildirilib ki, mayın 13-ü saat 00 radələrində 2007-ci il təvəllüdlü şəxs Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Kim eləyibsə inşallah qısa bir zaman ərzində layiqincə qanun qarşısında cavabını alar. Allah ailəsinə səbir versin. Gənc bir insan idi. Yəni həyatı onun ələ qabaqdaydı. Həqiqətən çox pis oldum. Siz də çalışın, nəmin davadan, dalaşdan uzaq olun. Yaxşı örnəklər olun. Pis əməllərdən uzaq durun. Kimisə canına keçəcək qədər gözünüz olmasın. Çalışın, hər kəslə yola gedin. İnşallah eləyənlər də tapılar. Qanun qarşısında cavabını alar. Allah ailəsinə də səbir versin. Elgün üçün susmayın, videonu paylaşın, paylaşdırın.